Salam əziz treyderlər. Sizinlə analitik xidmət sistem, Guru Markets korporasiya haqqında ümumi məlumatdan başlayaq. Biraz daha hər bir göstəricini daha ətraflı öyrənəcəyik. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Şirkətin hər bir parametrini daha ətraflı araşdıra bilərsiniz. Biz sizinlə şirkətin əsas göstəricilərini təhlil edəcəyik. Imperial Petroleum Inc. ticker OMPP. Bu baxış 24 iyun 2025-ci il tarixinə olan cari məlumatlara əsaslanır. Təsnifata görə Guru Markets şirkət Imperial Petroleum Inc. alt kateqoriyaya aiddir. Enerji Logis qiymətləndirmədə 41 şirkət iştirak edir. Bu videonun sonuna yaxın sifariş cədvəlinə baxacağıq. Tədqiq olunan şirkət üçün ümumi bal 10 baldan 7,5 baldır. Alt kateqoriya üzrə orta nəticə 0,8 bal. Geniş baxsanız, bütövlükdə bazar daxilində. Qeyd edək ki, bütövlükdə ABŞ fond bazarı üçün orta xal 1,8 baldır. 7,5 xalla qarşı-qarşıyadır Imperial Petroleum Inc. Şirkətin səhmlərinin qiymətinin hərəkətini müqayisə etmək Imperial Petroleum Inc. və alt kateqoriyalı şirkətlər. 12 ay ərzində şirkətin səhmlərinin olduğunu görürük. Imperial Petroleum Inc. mənfi 2,5% dəyişmə göstərdi. 20,2% alt kateqoriyasında qiymət dinamikasına qarşı. Şirkətin bazar kapitallaşması Imperial Petroleum Inc. 0,12 milyard dollar təşkil edir. 523 milyard dollar alt kateqoriyasının kapitallaşması ilə. Şirkətin balans dəyəri 0,43 milyard dollar olaraq qiymətləndirilir. 191 milyard dollarlıq kitab kapitallaşması ilə alt kateqoriya 191 milyard dollar dəyərindədir. Birjanın səhmlərini və balans dəyərini müqayisə etdikdə aşağıdakıları görürük. İşğal olunmuş pay Imperial Petroleum Inc. alt kateqoriyada bazar kapitallaşması qiymətləndirilərkən 0,22% təşkil edir. Balans dəyəri 0,225% təşkil edir. Alt kateqoriyada şirkətin bazar payının və balans dəyərinin qiymətləndirilməsi yaxşı 1 bal. Təşkilatın heç bir maliyyə öhdəliyi yoxdur. Şirkətin borc göstəricisi çox yaxşı 2 bal. Şirkətin bazar qiymətinin mənfəətinə balansı 2,6. Alt kateqoriya üçün orta qiymət 15,5-dir. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə bazar qiymətinin qazanc nisbətinin qiymətləndirilməsi çox yaxşı 2 bal. Son 12 ayda mənfəət 45 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəətin 65 milyon dollar olacağı gözlənilir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin qiymət-satış nisbəti 0,8-dir. Alt kateqoriya üzrə orta göstərici 1,3-dür. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin birja dəyərinin gəlirə nisbətinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Son 12 ayda gəlir 140 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlirin 180 milyon dollar olacağı proqnozlaşdırılır. Proqnozlaşdırılan gələcək gəlir göstəricilərinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Marjinallıq 32,3%, alt kateqoriya üzrə orta göstərici 8,6% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gəlirliliyin qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 0,32% təşkil edir. Bu, bazar kapitallaşma payından 1355% çoxdur.
Şirkətin bir işçisinə düşən bazar kapitalının məbləği $398.000. Alt kateqoriyada isə $5.772.000 var. Bir işçiyə düşən bazar kapitalının həcminin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Bir işçiyə düşən mənfəətin məbləği $153.600. Alt kateqoriya üçün orta hesabla $372.600. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin hər bir işçisinə düşən mənfəətin qiymətləndirilməsi keçərli 0 bal. Şirkətin hər bir işçiyə düşən satış həcmi $475.000 təşkil edir. Alt kateqoriyada $4.358.000. Alt kateqoriya göstəriciləri ilə müqayisədə bir işçiyə düşən satış həcmi keçərli 0 bal. Səhmlərin qısa mövqeyi %13, alt kateqoriya üzrə orta göstərici %2,1-dir. Göstərici RASO 14 şirkət üçün %65 səviyyəsini göstərir. Imperial Petroleum Inc. Alt kateqoriyada RSI səviyyəsi 14, təxminən 47%-dir. Şirkətin səhmlərinin hazırki qiyməti $3,8 civarındadır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $5,51-dir. Sifariş cədvəlinə keçək, hər kəs üçün əlçatandır. Link bağlanmış şərhdədir. Sifariş cədvəlində cari mövsümdə məlumat və arayış sistemi tərəfindən tamamilə ictimaiyyət tərəfindən qəbul edilmiş bütün qərarlar var. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Səhm təhlilinin nəticələrinə əsasən Imperial Petroleum Inc. Qiymətləndirmənin məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. $3.37 alış əməliyyatı açın. Sövdələşmə açıqdır, çünki şirkətin kifayət qədər yüksək reytinqi var. Şirkətin qiymətləndirilməsi qiymətləndirmə modeli AKİMin indeksi əsasında aparılmışdır. Mənfəət götürmək 4.35 səviyyəsində müəyyən edilmişdir. Stop loss 2.39 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, bu halda sifariş 24 iyul 2025-ci il tarixində ticarətin nəticələrinə əsasən avtomatik bağlanır. Və ya bu tarixdən əvvəlki son ticarət günündə. Ticker, GAL, satış üçün balans əməliyyatına çevriləcək. Balanslaşdırma sifarişi ilə bağlı video kanalda yayımlanacaq və ya artıq yayımlanıb. Sifarişlərdən hər hansı birinin bağlanması halında əsas və ya balanslaşdırma. İkinci sifariş faktiki qiymətə bağlanır. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün çox sağ olun. Guru Markets.